əvəzliklərimizdən danışaq. Müəllimə birinci bir də deyim yenidən. Təyin əvəzliklərimiz oldu, ayzədi, ənazədi, iç, boz, every, azə. Birinci danışacaq all təyin əvəzliyimizdən. All təyin əvəzliyimiz hamı, hər şey, bütün cümlədə iki funksiyada işlənir. Mübtəda və təyin kimi. Baxın müəllimə, all mübtəda olduqda əgər canlıları bildirirsə, z-yə bərabər olur, hamı mənasında cəm xəbərlə işlənir. Cansızları bildirəndə, bax görürsünüz, burada da verib, itə bərabər olur, hər şey mənasında tək xəbərlə işlənir. Və all eyni samla eninin quruluşuna malikdir. Oldan sonra cəm isim gələrsə, yəni deyirik ki, bax burada deyirik ki, oldan sonra isim sayıla biləndə sayıla bilməyən isim də gələ bilər. Amma oldan sonra sayıla bilən isim mütləq cəmlənməlidir. Çünki oldan sonra sayıla bilən tək isim gələ bilməz. Və dedik ki, oldan sonra cəm isim gələrsə xəbərimizdə cəmdə, oldan sonra tək isim gələrsə xəbərimizdə cəmdə. Təkdə üzr istəyirəm. Baxın, all books. Books cəmdədir, xəbərimizdə ar verib cəmdə. All information. Information sayıla bilməyəndir. Xəbərim də iz verib təkdə. Yəni, belə yadımızda saxlayırıq ki, ol üstə gələk cəm isim, cəm xəbər, ol üstə gələk tək isim, tək xəbər. Yəni, tək isim deyəndə sayıla bilən tək isim yox, sayıla bilməyən tək isim. Ay, sağ ol. İndi danışacaq müəllimə, bax bu üç dənədən, bu üç dənə təyin əvəzliyimizdən. Bunların da həm oxşar, həm də fərqli cəhətləri var. Əvvəl oxşar cəhətlərindən danışaq. Yəni, bax, yadınızda saxlayın, bitdi. Bunlar samla eninin tam əksidir, müəllimlər. Samla eni sayıla bilən cəm, sayıla bilməyən təklə işlənirdi, düzdür. Amma içdir, everydir, ayzədir. Bunlar yalnız özlərindən sonra sayıla bilən tək isim qəbul eləyirlər. Baxın, nə cəm isim qəbul eləmirlər, nə də sayılmayan isim qəbul eləmirlər. Yəni, boşluqdan sonra əgər cəm isim varsa, bunları götürə bilmərik. Sayılmayan isim varsa, götürə bilmərik. Yalnız sayıla bilən tək isimlərlə işlənir. Yadınızda qalacaq yəqin ki, bilirsiniz də sayıla bilən isimlərimiz hansılardır. Yəni, ən artiklan işlənən, cəmdə də cəm şəkilçisi qəbul edən isimlərimiz sayıla bilən isimlərimizdir. Və baxın müəllimə, içdir, everydir, ayzədir. Bunlardan sonra article işlənmir. Heç bir halda article işlənmir. İçdir, everydir, ayzədir. Bunlardan sonra article işlənmir və bunların xəbəri həmişə təkdə olur. Baxın, bax. İndi bu test kitabında müəllimə bu xəbəri deyəcəksiniz ki, burada təkin nə mənası var? Görəcəksiniz ki, elə bəzən xəbərlə tapırıq variantımızı. Baxın, is, was, has, is, was, has, is, was, has. Yəni, bunların oxşar cəhətlərini dedikdə müəllimə bir də baxın deyək. Oxşar cəhətləri nədir? Hər üçündən sonra yalnız sayıla bilən tək isim gəlir. Hər üçündən sonra article işlənmir. Hər üçünün də xəbəri təkdə olur. Ay, sağ ol. İndi gəldik bunların fərqli cəhətlərinə. Bax, bu üç dənənin fərqli cəhətlərinə müəllimə. Fərqli cəhətləri budur ki, müəllimə. İçlə ayzə isimsiz işlənə bildiyi halda every əvəzliyi heç vaxt isimsiz işlənmir. Everydən sonra every no kimi müəllimə mütləq isim gəlməlidir. Mütləq. Bəli, bəli. Bax deyir ki, I have two books. Mənim 2 kitabım var. Burada baxın verib. Each is interesting. Hər biri maraqlıdır. Amma bax deyir ki, every book is interesting. Every izi verə bilməli. Çünki everydən sonra isim yoxdursa o düz quruluş deyil. Hə. Bir də bunun ən qəşəng bir ipucusu budur ki, bax bunları bir-birindən fərqləndirən. Müəllimə, every əvəzliyi heç vaxt offla işlənmir. Harda off gördünüzsə, avtomatik every'ni silin. Törəmələr kimi, müəllimə. Törəmələr kimi. Ay, sağ ol. Amma içdə offla işlənə bilər. Ayzə də offla işlənə bilər. Necə ki, non-offla işlənəndə non-off üstə gələk cəm isim, tək xəbər. Düzdür? Bəli. Bax, bu da elə iç off üstə gələk cəm isim, tək xəbər. Ayzə off üstə gələk cəm isim, tək xəbər. Bu o deməkdir ki, baxın müəllimə. Ayzə off üstə gəl the girls. Gördünüz cəm isim.
Burada indi xəbərimiz is olacaq. Da bu qıza görə bax buna fikir verin. Ümumiyyətcə dedik ki, bunların hamısının xəbəri nədə olur? Təkdə olur. Yəni bunların cəm forması xəbərləri cəmdə olmur heç bir halda. Hə, dedik ki, bunlar ofla işlənə bilir, amma every ofla işlənmir. Every ofla nə zaman işlənir müəllimə? Everydən sonra one sözü gələrsə, one sözü, bir sözü. Ondan sonra ofla işlənə bilər. Every one of işlənə bilər. Yəni amma every ofla yanaşı heç vaxt, heç bir halda işlənmir. Bax, bunlara da fikir verin. Bir də müəllimə biz o yuxarıda keçmişdik ki, no-nun törəmələri var idi da. Nobody, no one, nothing. Düzdür? Bunların da fərqli cəhətlərindən biri odur ki, içində Ayzənin də törəmələri yoxdur, amma every'nin törəmələri var. Baxın, everyone, body, sing sözləri ilə birləşərək törəmə yarada bilir. İç və Ayzə əvəzliklərinin törəmələri yoxdur. Baxın, yəni everybody, everyone, everything. Bəli, bircə dənə every'nin törəmələri var. Yəni törəmələri artıq bilirsiniz də. Bir no-nun törəmələri var. Bir any'nin törəmələri var. Bir some'un törəmələri var. Bir də every'nin. Else də özündən sonra törəmədən işlənir. Ay, sağ ol. Bəli, bəli. Bəli. İndi bunu deyəcəm. Bax, indi müəllimə bir dənə də ümumiləşdirmə aparım. Dedim ki, bunların oxşar cəhətləri budur ki, hər üçünün, için, every'nin, Ayzənin. Oxşar cəhəti odur ki, hər üçündən sonra yalnız sayıla bilən tək isim gəlir. Düzdür? Sayıla bilən tək isim. Və hər üçündən sonra article gəlmir və hər üçünün xəbəri